Ya Allah, Bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. İlk növbədə bu gün imtahan verən, uğur əldə edən bütün müəllimləri təbrik edirəm və bundan sonraki günlərdə imtahan verəcək hər bir müəllimə uğur arzu edirəm. Allah gözəl nəticələr nəsib etsin inşallah. Əziyyətinizin qarşılığını, bəhrəsini görərsiniz. Allah özü kömək olsun hər bir kəsə. Elə eyni zamanda bu fikirlər müəllimlərin işə qəbuluna hazırlaşan müəllimlər üçün də keçərlidir. Allah hər birinizə uğur nəsib eləsin. Əziyyətinizin qarşılığını inşallah ki, görmüş olarsınız. Deməli, müəllimlər, bu gün mən sizlərə imtahanda istifadə olunmuş sualları təqdim edəcəm, amma qeyd edim ki, bu suallar müxtəlif ixtisaslar üzrədir. Yəni müəllimlər çıxıb sualları bildirdikcə biz qeydə alırıq ki, sizlərə onları təqdim edək. Yəni sadəcə bir ixtisas yox, fərqli ixtisaslardan sualları görmüş olacaqsınız. Və qeyd edim ki, mən sualları heç vaxt bir müəllimin dilindən götürüb sizlərə təqdim etmirəm, çünki mən o dəqiqliyi qorumağa çalışıram həmişə. Yəni bir sualı bir müəllimin yox, bir neçə müəllimin dilindən eşitdikdən sonra artıq mən onu təsdiqləyirəm ki, bəli, bu imtahana düşübdür və onu sizlər üçün olduğu kimi təqdim etməyə çalışıram. Yəni qondarma, bəzək sual tərtib edib insanları aldatmağın adı yoxdur. Nədirsə sizə onu verəcəm. Bəzilərində variant var, bəzilərində yoxdur. Yəni müəllimlərin yadında qalanı təqdim edirəm, amma təkrar edirəm. Bir neçə şəxsin dilindən eşitdikdən sonra sizə konkret düşmüş sualları təqdim edirəm. Sizdən də xahişim odur ki, videonu bəyənək, zəhmət olmasa və maksimum şəkildə ətrafımızla paylaşaq. Bir də dəyərli rəylərimizi yazmağı unutmayaq. Davamı da gələcək inşallah. Gəlməsini də istəyirsinizsə rəylərdə bildirərsiniz. Bir də qeyd edim ki, iyul ayının 1-dən biz inşallah müsahibə hazırlıqlarına start veririk, başlayırıq və müsahibəyə bizlərlə birgə hazırlaşmaq istəyirsinizsə, ekranda gördüyünüz 051 753 1484 nömrəsinə WhatsApp üzərindən yazaraq ətraflı məlumat əldə edib hazırlıqlara qoşula bilərsiniz. Gəlin ki, sualımızdan izaha başlayaq. Sual 1 belədir. Tapşırıq. Yəni deyirəm, ixtisaslar fərqli olacaq. Əşyaları şəxsləndirərək onların dilindən esse yazın. Şagirdlər isə essedə bu tapşırığı yerinə yetirə bilmir və sadəcə əşyaların funksiyalarını qeyd edirlər. Müəllim şagirdlərin şəxsləndirmə bacarıqlarını inkişaf etdirmək üçün nə etməlidir? Suala fikir verin və situasiyaya baxaq. Əşyaları şəxsləndirərək onların dilindən esse yazın deyir. Şagirdlər isə onu yerinə yetirə bilmir, sadəcə funksiyalarını yazır. Məsələn, saatın funksiyasını yazır, amma saatı şəxsləndirib onun dilindən çıxış edə bilmir. Şagirdlərin problemi budur. Və ya stolun funksiyasını yazır, amma stolun dilindən çıxış edə bilmir, yəni onu şəxsləndirə bilmir. Biz bu zaman nə etməliyik? Doğru cavabı sizə göstərirəm. Şəxsləndirmə bacarığını inkişaf etdirmək üçün şagirdlərin müxtəlif bucaqlardan baxışını inkişaf etdirəcək tapşırıqlar verilməlidir. Bəli, müxtəlif bucaqlardan baxışını inkişaf etdirməliyik. Yəni tutaq ki, biz belə bir tapşırıq vermişdiksə, şagird saatın da gözündən baxmalıdır məsələlərə, stolun da, aydındırmı? Təbii ki, burada biraz da məcazlıq var, amma bu şərtdir. Yəni müxtəlif prizmalardan yanaşmağı biz şagirdə aşılamalıyıq. Hətta bu tipli bir iş üsulu da var, bilirsiniz, əşya və hadisələrə müxtəlif nöqteyi-nəzərdən yanaşma. Bu lazımdır. Bunu şagirdə aşılamalıyıq ki, onda şəxsləndirmə bacarığı da inkişaf etsin. Gəlin keçək növbəti sualımıza. Deməli, digər sual belə olubdur, müəllimlər. Şagird dərslərində fəal və məsuliyyətlidir, lakin digər yoldaşları suallara cavab verə bilmədikdə onları qınayır və lağa qoyur. Bu situasiyanı düzəltmək üçün müəllimin atacağı hansı addım daha səmərəli ola bilər? Fikir versəz, şagird özü fəaldır, məsuliyyətlidir, amma digər yoldaşları suallara cavab verə bilmədikdə onlara istehza edir, yəni lağa qoyur. Nə edə bilərik? Valideynlə danışmalı, onun öhdəliyinə buraxmalıyıq. Bu doğru yanaşma deyil, peşkar yanaşma deyil. Belədir, ümumiyyətlə belə halları görməzdən gəlmək lazımdır. Qətiyyən niyə görməzdən gələk? C-də deyir, şagirdi qrup rəhbəri təyin edib sual-cavabda əsasən onun iştirakına şərait yaratmalıyıq. Belə olduqda problem həll olunacaqmı? O yenə bildiyini edəcək də, yəni şagirdləri lağa qoyacaq. Bu problem həlli deyil. Problemin həlli lazımdır bizə. Müəllim şagirdə akademik mentor, yəni köməkçi kimi təyin edə bilər və nəticədə həmin şagird zəif şagirdlərlə işləyərək sosial-emosional öyrənməyə görə empatiya hissi qazanmış olacaq. Çox doğru bir yanaşmadır. Yəni həmin şagirdi biz belə bir ə, necə deyim, işə təyin etsək, köməkçi kimi təyin etsək, mentor kimi təyin etsək, o şagird digər şagirdlərlə işləyərək onların halından anlamış olacaq. Həm qarşılıqlı münasibətdə olacaqlar, həm empatiya hissi formalaşacaq, özünü həmin şagirdlərin yerinə qoymuş olacaq. Aydındırmı? O baxımdan D variantı hazırda ən uyğun, səmərəli cavabdır. Sonra formativ qiymətləndirməyə aid deyil. Belə bir sual düşübdür. Bu da müəllimlərimizin dediyinə görə kifayət qədər sadə sual olub. Formativə aid deyildir.
54-cü sual. Belə bir sual düşübdür. Şagirdlərə məktəbin tavanı ya damı üçün, belə deyək, trapesiya formasında günəş paneli hazırlamaq tapşırılır, ölçülər verilir və modeli qurulmalıdır. Müəllim bu tapşırığı verərkən hansı inteqrasiyanı reallaşdırır? Deməli, burada riyaziyyat var, trapesiya etməlidir. Trapesiya formasında günəş paneli hazırlamaq lazımdır. Həm də onun modeli qurulmalıdır. Bu da müəyyən qədər texnologiyanın bacarıqları bizdən tələb edir. Yəni fənlərarası inteqrasiya var burada. Fən daxili yoxdur göründüyü kimi. Eyni zamanda fənnüsü də burada yoxdur. Yəni həyatla bağlı nəsə verilməyib. O baxımdan yalnız fənlərarası burada cavab olacaq. Eyni zamanda belə də götürülüb imtahanda. Bu da belə. Sonra dərsdə kəsrlər mövzusu keçirilir və möhkəmləndirmək üçün müəllim şagirdlərə oyun qurmağı tapşırır. Tapşırıq Bloom idraç taksonomiyasının hansı mərhələsinə uyğundur? Deməli, kəsrlər mövzusu keçirilir və möhkəmləndirmək üçün müəllim şagirdlərə oyun qurmağı tapşırır. Burada müəllimimiz qeyd elədi ki, oyun qurmaqda daxilində də bir-iki anlayış verilibdir, oyun qurmaqla bağlı və yaradıcı fəaliyyət var burada artıq. Yəni şagirdlər bu mövzu ilə bağlı özləri oyun qurmalıdırlar. Yəni müəllim şagirdlərə tapşırır ki, oyun qurun bu mövzu ilə bağlı. Amma bu oyunu şagirdlər quracaq. Orada müəyyən indi obrazlar falan formalaşdıracaqlar, onlara xüsusiyyətlər verəcəklər və s. O da bilirsiniz ki, əgər oyunu biz qururuqsa, yaratmaq mərhələsinə uyğun gəlir. Yəni yaradıcıdır. Bu da belə, bu da belə. Sonra hətta bu tipli bir sual olmuşdu əvvəlki illərdə. Orada da personajlar hazırlayaraq canlandırın idi ya səhnəcik qurun. Belə bir ifadə idi. Personajlar hazırlayaraq səhnəcik qurun. Müəllim şagirdlərə belə bir tapşırıq vermişdi. Əvvəlki illərdə olub. Orada personajlar hazırlayaraq səhnəcik qurmaq da yenə yaradıcıdır. Çünki personajları biz hazırlayırıq və səhnəciyi onun əsasında qururuq. O da yaradıcı, yəni yaratmaq. Yəni belə olanda biraz diqqətli olmaq lazımdır. B variantı. Gəldik növbəti suala. Deməli, şagird fərqli geyindiyi üçün bir qrup şagird onu lağa qoyur. Sizcə digər şagirdlər bu vəziyyətdə nə etsələr problemi həll etmiş olarlar? Hə, belə bir sual olubdu. Bir şagird fərqli geyinir və digər qrup yoldaşları da bir qrup, üzrü sayın. Fərqli geyindiyi üçün bir qrup şagird onu lağa qoyur. Və deyir, sizcə digər şagirdlər bu vəziyyətdə nə etsələr problemi həll etmiş olarlar. Yəni bütün sinif bunu etmir ha. Bir qrup şagird lağa qoyur, amma bir qrup şagird isə bunu etmir. Sual da məhz budur. Digər şagirdlər, yəni bunu etməyənlər, bəs nə etsələr bu problem həll olunmuş olar? O lağa qoyan uşaqlar da artıq bu işdən əl çəkər. Biz deyirik ki, digər şagirdlər lağa qoyulan uşaqla dostluq etsinlər və müəllim də bunu həmin şagirdlərə nümunə olaraq göstərsin. Bəli, bu olar və doğru cavab da budur. Aydındırmı? Həmin o fərqli geyinən şagirdi bir qrup şagird lağa qoyur. Amma digər qrup bunu etmir. Yəni digər şagirdlər bunu etmir. Ola bilər ki, məsələn deyim, 5 nəfər şagird lağa qoyur, amma digər şagirdlər yox. Hə, bəs digər şagirdlər nə edə bilər bu problemin həlli üçün? Həmin lağa qoyulan uşaqla dostluq edərlər və bu da digərləri üçün nümunə olmuş olar. Belə müəllimlər. 57-ci sual. Layihə işi tapşırılıb və komanda fəaliyyətində yalnız bir şagird çalışır, digər şagirdlər isə özlərinə əziyyət vermək istəmirlər. Baxın, belə bir sual olub. Layihə işidir. Yalnız bir şagird çalışır. Digərləri özlərinə əziyyət vermək istəmir. Müəllimin hansı addımı bu problemi effektiv həll edər? Cavab da belə olub. Müəllim şagirdlərə tapşırmalıdır ki, gündəlik hər bir komanda üzvü gördüyü işin hesabatını yazsın və təqdim etsin. Çox doğru yanaşmadır bu. Əslində bu cavabı biz mütləq şəkildə variantlar içərisindən rahatlıqla seçə bilərik. Deyərsiniz, müəllim, niyə? Baxın, əgər bir komanda fəaliyyətində yalnız bir şagird çalışırsa, digərləri isə özünə əziyyət vermirsə, o zaman biz fəaliyyət bölgüsü edirik artıq. Və hər bir şagird üzərinə düşən fəaliyyəti yerinə yetirməli, həmçinin o fəaliyyətlə bağlı, gördükləri işlə bağlı hesabat yazmalıdır. Bu tapşırığı əgər versək şagirdlərə, o zaman hər birisinin üzərində bir məsuliyyət olacaq deyə onlar bunu yerinə yetirməyə çalışacaq. Aydınmı? Burada da müəllim onu edir, məsuliyyət yükləyib. Və deyir ki, hər bir komanda işi gördüyü işin hesabatını yazıb və təqdim etsin. Bu baxımdan doğru cavab budur. Bir də interaktiv təlimə aid olmayanları seçin. Belə bir sual düşübdü. İndi seçimlərdən ikisi yadda qalıbdı. Aid olmayanı istəyirmiş. 1, 2, 3, 4, 5 belə olub 100%.
Aid olmayanlardan biri budur təbii ki. Müəllim təlimat verən olur, xeyr. Rəqabətə əsaslanma olmalıdır, xeyr, bu da aid deyil. Yəni aid olmayanları seçin deyəndə biz 1 2 3 4 5-dən hansılar aid deyil, onları seçirik. Aid olmayanlardan da ikisi qalıb müəllimlərin yadında. Və interaktiv dərs nədir deyə birdən soruşarsınız. İnteraktiv dərs əziz müəllimlər, təhsil verən və təhsil alanların qarşılıqlı əlaqə və fəaliyyəti üzərində qurulan dərsdir. Yəni belə bir təlimdə mütləq şəkildə birgə fəaliyyət olur, bütün qrup aktiv olur, fəal olur, subyekt-subyekt prinsipi olur, yəni şagirdlər mərkəzdə dayanır, şagird yönümlü təlimdir, qarşılıqlı əlaqə, fəaliyyət var, aydındırmı? Belə. Aid olmayanlar artıq mən saydıqlarım içərisində nə yoxdursa götürə bilərsiniz. Məsələn, mən indi nə qədər interaktiv təlimlə bağlı bir xeyli müsbət xüsusiyyət saydım. Orada müəllim təlimat verəndə demirik. Rəqabətə əsaslanılmalıdır demirik. Aydınmı? Belə. Bu günlük bu qədər. Bir neçə sualın izahına toxunduq, amma dediyim kimi, yenə də inşallah suallar gəldikcə mən sizlərə yeni izahlar təqdim etmiş olacağam. Xahişim odur ki, bəyənək və paylaşaq. Hər kəsin məlumatı olmuş olsun. Çox sağ olun, görüşmək ümidi ilə inşallah.